Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqrafın xəbərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Kənan Zeynalovun vəkili Nazim Musayev vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı noyabrın 20-sinə təyin olunub. Qeyd edək ki, bu ilin martın 22-sində Suraxanı rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Hakim təqdimatı təmin edib və Kənan Zeynalov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Xatırladaq ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.